Salam aleykum can. Sənə vacib bir sözüm var. İndiki dövrdə çox vacibdir. Bir dənə qulaq as. Psixoterapiya da var. Şəhərdə bax qaçaqaç, qovaqov, stres, hay, huy, səsküy. Bir həftə qaldım burada. Beynim konkret belə açıldı. Niyə? Bir göstərim sənə, gəl. Niyə olacaq can? Sizin üçün ləzzətli yer kəşf eləmişəm. Sonra mərkəzində. Bizim saclarımız da burada, ağır saclar, samavar, manqal. Uşaqlar üçün belə ləzzətli yeri belə təşkil edib qardaşım. Maşallah, belə qaçelləri var. Mənzərəyə baxa-baxa özün də eləyə bilərsən. Adama ləzzət verir. Vəbşim, uşaqların ən maraqlı yeri bura oldu. Belə deyim də. Dillə papa yenə bizə gətirərsə, bunu mütləq deyirəm. Baş üstə can. İçərisi başqa gözəl belə aurası var, uyutu var, ləzzət eləyir. Yəni mənim də ailəmin də çox xoşuna gəldi, maşallah. Allah bərəkət versin. Çox gözəl qardaş buna təşkil edib. Mətbəxi qadınların sevimli yeri və uşaqlar da onun yeri baxa-baxa işi görürsən, ləzzət eləyir. Ondan sonra remont öz yerində. Uşaqların otağı belə iki kravatlı otağı var, ləzzətli belə görüntüsü var mənzərəyə. Ondan sonra böyüklər üçün başqa aləmdə göstərəcəm indi bax. Bu Dosman kravat və birbaşa baxır meşəyə. İkinci mərtəbədə çıxırsan, sübh tezdən, sübh namazdan sonra çıxırsan belə bir dənə fikir verir. Bu səslə adam dincəlməz, ləzzətdir can. Tak что gəl, burada zaryadkanı yığ, enerjini yığ, tezdən get Bakıya qayıt can.